Bugün bütün dünyada baş verən siyasi qalmaqallar, eyni zamanda bəzi ölkələrdə olan müharibələr təbii ki, bütün dünyada turizm marşrutuna ciddi təsir göstərir. Eləcə də Azərbaycan turizm hissədə mənfi təsirsiz ötüşmür. Bugün nəzərə alsaq ki, Azərbaycanın bir tərəfində böyük Rusiya və eyni zamanda digər tərəfində böyük İran. Təbii ki, burada quru sərhədlərimiz ən geniş, belə deyək, quru sərhədlərə malik olan hər iki dövlətdə böyük bir müharibələr var, böyük bir toqquşmalar var. Təbii ki, bu coğrafi mövqe olaraq Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, tam olaraq Avropadan Asiyaya keçən bütün avia reyslər Azərbaycan üzərindən keçir. Bugün hər iki tərəfimizdə böyük dövlətlərdə od alovlar içindədir, yer, göy, bütün səma bilirsiz, artilleriya döyüşləri gedir. Bu baxımdan da aviakompaniyalar Azərbaycan səmaları üzərindən gedir. Bugünkü gündə bütün dünyanın belə bir qalmaqallı prosedurların içində olduğu bir halda Azərbaycan səmaları bütün dünyaya xidmət göstərir. Təbii ki, bütün dünyada bunu unutmamalıdır. Bugün Azərbaycan barış üçün, sülh üçün bu mövqedədir. Təbii bugün Azərbaycan vətəndaşları Azərbaycan hüdudlarından kənara və Asiya istiqaməti, xüsusən də Asiya istiqamətində bilirsiniz, bu müharibə gərginlikdən qabaq aviareyslər İran üzərindən uçub gedirdi. 3 saata uçduğu yolu indi artıq alternativ yollardan istifadə eləyərək 6 saat yarıma qədər bu yol uzanır. Təbii ki, bu da aviakompaniyaların işinə çox ciddi mənfi təsir göstərir. Həm maddi baxımdan, həm texniki baxımdan çox böyük bir itkilərlə üzləşirlər. Təbii ki, həm gedən gələn turistlər də böyük çətinliklərlə üzləşirlər. Çünki 3 saatlıq yolu 6-7 saata uçmaq, yəni turistlər üçün də böyük çətinlik törədir. Təbii ki, bu baxımdan da Azərbaycana gələn turistlərin sayında növbəti aylarda biz təbii ki, azalmanı biz müşahidə eləyəcəyik. Bu ümumi olaraq, yəni bütün bu müharibələr dünyada turizm marşrutlarına, eləcə də Azərbaycanda turizm marşrutlarına çox ciddi təsir göstərir.